Hər kəsə yenidən salamlar. Yeni bir mövzu, yeni bir silsilə ilə qarşınızdayıq. Keçən həftələrdə vilayət və itaət ayələrini çox dərindən təhlil etdik. İndi isə həm İslam fiqhində, həm də tarix boyu böyük müzakirələrə səbəb olmuş başqa bir ayəyə, Bəqərə surəsinin 30-cu ayəsinə, yəni məşhur xilafət ayəsinə nəzər salacağıq. Salamlar. Bəli, bu doğrudan da çox məşhur bir ayədir. Sənin Rəbbin mələklərə, mən yer üzündə bir xəlifə, yəni canişin bərqərar edəcəyəm, dedikdə, deyə başlayan o əzəmətli ayə. Bildiyim qədərilə şiə alimləri bu ayəni əvvəlkilər qədər güclü birinci burhan saymasalar da, imamətin məhz Allah tərəfindən təyin olunmasına dair əsas dəlillərdən biri kimi tez-tez istifadə edirlər. Tamamilə doğru. Onlar bu ayədən iki əsas iddia çıxarırlar. Birincisi, ayədə Allah mən təyin edəcəyəm deyir. Deməli, xəlifəni insanların seçməsi haramdır. Onu ancaq Allah təyin edə bilər. İkincisi, ayədəki xəlifə sözü elə birbaşa məsum imam deməkdir. Yaxşı, gəl lap başdan, ən təməl sualdan başlayaq. Xəlifə doğrudanmı mütləq şəkildə tək bir rəhbər, xüsusi bir siyasi və ya ruhani lider mənasına gəlir? Bax, məsələni həll edən ilk açar elə budur. Quranın öz daxili lüğətinə baxmaq. Quranda xəlifə və onun cəm formaları olan xüləfa, xəlaif sözləri qətiyyən tək bir lider mənasında işlənməyib. Məsələn, Nəml surəsi 62-ci ayədə Allah buyurur, duanı qəbul edib sıxıntını əradan qaldıran və sizi yer üzünün varisləri, yəni xəlifələri edən kimdir? Və ya Fatir surəsi 39-cu ayə. Sizi yer üzündə xəlifələr edən odur. Yəni burada xitab tək bir rəhbərə yox, birbaşa bütün insanlara, bütün bir ümmətədir. Bəs şiə təfsirçiləri özləri bu ayələri necə izah edirlər? Onlar da bunu qəbul edirmi? Təfsirləri elə öz iddialarını çürüdür. Məsələn, böyük şiə təfsirçisi Ət-Təbarsi Məcməul Bəyan kitabının 7-ci cildində yazır ki, sizdən hər bir nəsil özündən əvvəlki nəsli əvəz edir, biri məhv olur, digəri isə onun yerinə keçir. Həmçinin Şeyx Ət-Tusi Ət-Tibyan təfsirinin 4-cü cildində Fatir surəsini izah edərkən eyni ilə deyir, hər nəsil özündən əvvəlkini əvəz edir, bir nəsil qurtardıqda ardınca nizamla başqası gəlir. Deməli, ərəb dilində və Quranda xəlifə olmaq sadəcə bir-birini əvəz edən bəşər nəsli olmaq deməkdir. Tək bir məsum imam demək deyil. Yaxşı, bəs qayıtsaq Bəqərə 30-cu ayəyə. Orada xəlifə konkret olaraq Adəm Peyğəmbər deyilmi? Çox gözəl sualdır. Oradakı xəlifəlik Adəm Peyğəmbərin simmasında bütün bəşəriyyətə aiddir. Hətta müasir dövrün ən nəhəng şiə müfəssirlərindən olan Əllamə Ət-Təbatəbai Əl-Mizan təfsirində bunu açıqca bir mənalı qəbul edir. Nə yazır orada? O yazır ki, beləliklə xəlifəlik yalnız Adəmin əleyhissalam şəxsi ilə məhdudlaşmır, onun övladları da bu xəlifəliyə heç bir xüsusi məhdudiyyət olmadan ortaqdılar. Sübhanəllah! Yəni şiələrin ən böyük alimləri xəlifə sözünün bütün insanlara şamil edildiyini, bunun bəşəriyyətin bir vəsfi olduğunu etiraf edirlər. Belə olan halda bu ayədən xəlifə ancaq xüsusi məsum bir imamdır arqumentini çıxarmaq sadəcə qeyri-mümkündür. Bu mətni çox daraltmaqdır. Tamamilə. Dəlili öz təbii axarından qoparmaqdır. Amma bilirsən, bu ayədə xəlifənin məsum bir imam deyil, elə xəta edə bilən bəşəriyyət olduğunu sübut edən daha güclü, daha heyrətamiz şahidlər kimlərdir? Kimlərdir? Mələklərin özü. Allah xəlifə bərqərar edəcəyəm deyəndə, mələklərin verdiyi o məşhur reaksiya, o qərib sual əslində məsumiyyət arqumentini kökündən sarsıdır. Necə yəni? Mələklərin sualı imamət inancını necə çöktürə bilər ki? Bax, bu heyranamiz məntiqi tapmacanı və Nasir Məkarim Şirazinin etirafını silsiləmizin ikinci hissəsində birlikdə açaq.